Xoşqal müəllim, qeyd etdiyim kimi sizin Çinə səfəriniz oldu, səfəriniz var. Müvafiq qurumlarda görüşlər keçirdiniz, sənədlər imzalandı. Çinlə əməkdaşlığın hazırki vəziyyəti, perspektivləri, Azərbaycan kənd təsərrüfatı və qida məhsullarının Çin bazarına satışının, daha çox satışının təşkil olunmasından bağlı hansı məsələlər müzakirə olundu, hansı razılaşmalar əldə olundu? Xahiş edib bu barədə məlumat verərdiniz. Təşəkkür edirəm. Bildiyiniz kimi bizim artıq Çinə 3 günlük səfərimiz bugün yekunlaşır və səfərin əsas məqsədi ondan ibarət idi ki, Çin Xalq Respublikası ilə Azərbaycan Respublikasının qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirilsin. Bunun əsas məqsədi ondan ibarətdir ki, Azərbaycanın da istehsal olunan qida məhsullarının, xüsusilə də kənd təsərrüfatı məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərini biz Çin Xalq Respublikasının ithal şərtlərinə tamamilə uyğunlaşdırırıq ki, bu da Azərbaycan fermerlərinə və kənd təsərrüfatı sahəsində çalışan sahibkarlara imkan verəcəkdir ki, onlar öz istehsal elədikləri məhsulları Çin bazarına asanlıqla ixrac eləyə bilsinlər. Çin Xalq Respublikasında qida təhlükəsizliyi nəzarəti sistemi multinəzarət sistemidir. Yəni, Azərbaycan Respublikasında əgər bura Qida Təhlükəsizliyi Agentliyi nəzarət edirsə, Çində bura bir neçə qurumun nəzarəti həyata keçirilir. Bu baxımdan da bizim bu sahəyə nəzarət edən bütün qurumların nazirləri ilə görüşümüz baş verdi və fürsətdən istifadə edərək mən həmkarlarımıza da dərin minnətdarlığımı bildirirəm ki, çox məhsullar görüşlər oldu. Görüş nəticəsində qida təhlükəsizliyi sahəsində qida məhsullarının idxalı və ixracına nəzarəti həyata keçirdən və onun qeydiyyatını həyata keçirdən Çin Xalq Respublikasının Gömrük Baş İdarəsi ilə, administrasiyası ilə görüşümüz oldu və görüş nəticəsində bizimlə Çin Xalq Respublikası arasında 3 protokol imzalandı və bu protokollara əsasən artıq Azərbaycanın bütün quşçuluq məhsullarının, eyni zamanda akvakulturalarda yetişdirilən balıq və balıq məhsullarının və vəhşi təbiətdə olan bütün dəniz məhsullarının maneəsiz və asan şəkildə ixracının həyata keçirilməsinə əlaqədar razılıq əldə olundu. Belə ki, Qida Təhlükəsizliyi Agentliyinin bir müddət öncə təqdim elədiyi bütün hesabatlar Çin Xalq Respublikasının müvafiq orqanları tərəfindən incələnəndən sonra Azərbaycanın digər kənd təsərrüfatı məhsullarının da Çin Xalq Respublikasına ixrac olunması ilə əlaqədar məsələlər müzakirə olunub. Bildiyiniz kimi, bir müddət bundan öncə biz badamın və fındığın ixracı ilə əlaqədar razılaşmanı əldə etmişik. Bu günlərdə isə Azərbaycan ən əsas ixrac potensialı olan kənd təsərrüfatı məhsullarının, əsasən də meyvə və tərəvəzlərin Çin Xalq Respublikasına ixracı ilə əlaqədar razılaşma əldə etdik. Eyni zamanda görüşlər nəticəsində bizim Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutu ilə Çin Xalq Respublikasının Baş Gömrük Administrasiyasının nəzdində fəaliyyət göstərən Araşdırma və Texnologiya Mərkəzinin birgə əməkdaşlığı ilə əlaqədar razılıq əldə olunub. Bildiyiniz kimi bu mərkəz dünyanın ən məşhur həm elmi tədqiqat, həm də qida təhlükəsizliyi sahəsində risklərin araşdırılması və idarə edilməsi sahəsində öz sözünü demiş bir mərkəzdir və bizim üçün də çox ciddi bir fürsətdir ki, həm əməkdaşlar arasında təcrübə mübadiləsinin həyata keçirilməsi, həm də yeni texnologiyaların qida təhlükəsizliyi sahəsində Azərbaycanın da Qida Təhlükəsizliyi İnstitutunda tətbiq olunması imkanları yaradır. Eyni zamanda bizim Çin Xalq Respublikasında bazara nəzarət və bazarın tənzimlənməsi administrasiyasının naziri ilə də görüşümüz baş tutdu və görüş nəticəsində də eyni ilə biz Azərbaycan Respublikasından ixrac olunacaq məhsulların izlənməsi sahəsində rəqəmsallaşmanın həyata keçirilməsinə əlaqədar razılıq əldə olundu və eyni qurumun da nəzdində olan laboratoriyalarla Qida Təhlükəsizliyi Agentliyinin nəzdində fəaliyyət göstərən laboratoriyalarında bundan sonra birgə
əməkdaşlıq etməsi və bizim elektron sistem olan Aktislə Çin Xalq Respublikasında fəaliyyət göstərən qida təhlükəsizliyi sahəsindəki elektron sistemlərin bir-biri ilə inteqrasiya olunması ilə əlaqədar razılıq əldə olundu ki, bu da bizə imkan yaradacaqdır ki, artıq bizim fitosanitar və baytarlıq sahəsində qida təhlükəsizliyinin digər sahələrində verəcəyimiz sertifikatlar elektron şəkildə inteqrasiyası əldə olunacaq və bu da sahibkarlarımıza şərait yaradacaqdır ki, öz məhsullarını daha asan və çevik ixracını həyata keçirə bilsinlər. Fürsətdən istifadə edərək mən Azərbaycanın bu sahədə çalışan sahibkarlarına müraciət eləmək istəyirəm ki, bildiyiniz kimi Çin böyük bir bazardır və hal-hazırda ciddi bir fürsət əldə olunubdur ki, biz kənd təsərrüfat məhsullarımızın ixracının və digər qida məhsullarımızın ixracının həyata keçirilməsi istiqamətində şaxələnməni apara bilək və mən də fürsətdən istifadə edərək Azərbaycan sahibkarlarına səslənirəm ki, onlar digər bazarlarla yanaşı Çin bazarını da dəyərləndirsinlər və artıq bu fürsətdən istifadə edərək istər badam və fındıq, istər müxtəlif quşçuluq məhsullarının, istər akvakulturalarda yetişdirilən balıq və balıq məhsullarının, bizim vəhşi təbiətdəki dəniz məhsullarının, eyni zamanda da bir sıra kənd təsərrüfat məhsullarının, meyvə və tərəvəzlərimizin Çin Xalq Respublikasına ixracı istiqamətində artıq əməli tədbirlərə başlasınlar və bu sahədə də Qida Təhlükəsizliyi Agentliyi və Çin Xalq Respublikası müvafiq qurumları bu işin həyata keçirilməsi üçün lazım olan bütün işlərdə dəstək verməyə hazırdır.